Şamaxı rayonunda 34 yaşlı Orxan Hacıyev güllələnərək öldürülüb. Xəbər Studiya Qafqazinfoya istinadla xəbər verir ki, hadisə dünən saat 21 radələrində qeydə alınıb. 27 yaşlı Amil Surxayev şəxsi münasibətlər zəminində Orxan Hacıyevə ov tüfəngi ilə xəsarət yetirib. Amil Surxayev polis əməkdaşları tərəfindən saxlanılıb və ondan cinayətdə istifadə etdiyi tüfəng götürülüb. Orxan Hacıyev isə xəstəxanaya aparılarkən ölüb. Öldürülən Hacıyev 2020-ci ildə tanınmış idmançı Ruslan Surxayevi qətlə yetirməkdə şübhəli bilinən şəxs imiş. Orxanı güllələməkdə şübhəli bilinən isə mərhum idmançının qardaşı Amil Surxayevdir. Xatırladaq ki, Ruslan Surxayev Şamaxıda 7 günbəz qəbiristanlığında mətbəx bıçağı ilə qətlə yetirilmişdi. Ölən şəxsin atası şikayətçi olmadığı üçün Orxan Hacıyev azadlıqda olub.